Dünya bazarında neftin qiyməti sürətlə artmaqdadır. İstər Azərbaycan istehsalı olan neft, istərsə də digər ölkələrin markaları olan neftin qiyməti dünya bazarında hər keçən gün artmaqdadır. Tehranın enerji infrastrukturunun hədəf alınması, qlobal miqyasda neftin və mayeləşdirilmiş təbii qaz axınının 20%-nin keçdiyi Hörmüz boğazında tankerlərin hərəkətinin pozulması enerji qiymətlərini artırmaqda davam edir. Neft bazarının diqqəti faktiki olaraq bağlanmış Hörmüz boğazına yönəlib. Boğazdan tanker trafiki indi siyasi hesablamalarla formalaşır. İran məhdud sayda gəminin Hörmüz boğazından keçməsinə imkan verir, amma digərlərinin isə hərəkətinə şərait yaratmır. Odur ki, İranın neft axınlarını dayandırmaq üçün bundan sonra da təzyiq göstərəcəyi istisna deyil. Amerika Birləşmiş Ştatları isə Hörmüz boğazının açılması, orada tankerlərin hərəkətinin nizama salınması üçün Amerika Birləşmiş Ştatları səylərini davam etdirir, amma bugünə kimi hələ ciddi nəticə əldə olunmayıb. Bütün bu proseslər fonunda OPEC üzv ölkələrin neft istehsalı hazırda gündəlik 1,4 milyon barelə düşüb ki, bu da Hörmüz boğazının bağlanmasından əvvəlki göstəricilərə nisbətən 3,1-nə bərabərdir. Yəni, hazırda Hörmüz boğazının bağlanmasından sonra həmin ərazidən keçən neft əvvəlkinə nisbətən 3,1 keçir neftin. Bu da ki, istər-istənməz qiymətlərə təsir göstərir. Hazırda dünya bazarında Azərbaycan nefti ilə bahalaşmaqdadır. Azərlat markalı neftin bir barelin qiyməti 9,63 dollar və ya 8,9% artaraq 117,79 dollara bərabər olub. Təxmini 118 dollara, yəni 118 dollara yaxınlaşır Azərbaycan neftinin bir barelinin qiyməti. Xatırladım ki, Azərlat neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də qeydə alınıb. Həmin vaxt Azərbaycan neftinin qiyməti, bir barelinin qiyməti 15,81 Amerika Birləşmiş Ştatları dolları təşkil edir. Maksimal qiyməti isə 149,66 dollar olub. O da 2028-ci il iyununda qeydə alınıb. Brent neftinin qiyməti də sürətlə artmaqdadır dünya bazarında. Hazırda son sutkada Brent nefti 4,51% artaraq bir barelə görə 112,22 Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Texas neftinin qiyməti də artır. Bir barelin qiyməti 1,4 dollara artaraq 97,32 Amerika Birləşmiş dollarına bərabər olub. Beləliklə, enerji bazarındakı qeyri-müəyyənlik fonunda neftin qiymətinin bundan sonra da artacağı ehtimal edilir.